Azəriqaz İstehsalat Birliyi vacib məlumat yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, Azəriqazın məlumatında deyilir. Mayın 25-də İmişli və Saatlı rayonlarının, Sabirabad şəhərinin və rayonun bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Qeyd olunub ki, fasilə səhər saat 9:00-dan işlər bitənə qədər davam edəcək. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsi də məlumat yayıb. Məlumatda deyilir. Sabah Bakının 4 rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. Bildirilib ki, təmir bərpa işləri ilə əlaqədar səhər saat 9-dan işlər bitənə qədər Nərimanov, Nəsimi, Səbail və Yasamal rayonlarının Çəmənzəminli, Rəcəbli, Rüstəm, Rıza, Talstoy, Mərdanov qardaşları, Səfəroğlu, Əliyeva, Səfərli, Topçubaşov, 8-ci Köndələn və Fərzəliyev küçələri və Bülbül prospektinin bir hissəsinin qaz təchizatında qısa müddətli fasilə olacaq.